matriarxat mövcud olmayıb. Bu nəzəriyyəyə görə tarixin müəyyən bir kəsiyində qadınlar cəmiyyətdə rəhbər rol oynamış, kişilər isə onlara tabe olmuşlar. Lakin müasir elm bu iddiaya kifayət qədər şübhə ilə yanaşır. Əslində matriarxat ideyası 19-cu əsrin ortalarına qədər mövcud değildi. Bu fikri ilk dəfə İsveçrəli Bachofen və Amerikalı Morgan kimi alimlər ortaya çıxarmış, Engels isə onu öz fəlsəfə baxışlarına uyğunlaşdıraraq geniş kütləyə çatdırmışdır. Lakin son dövrlərin antropoloji və etoloji araşdırmaları göstərir ki, tarixin heç bir mərhələsində qadın hökmranlığı təsdiqləyən ciddi iqtisadi yaxud bioloji sübut yoxdur. Professor Viktor Dolkinin qeyd etdiyi kimi, matriarxat anlayışı əslində elmi bir yanlışlıqdan doğub. Qadın cəmiyyətlərində uşaqlara ana xətti ilə ad verilməsi və ya nəslin ana ilə tanınması qadınların siyasi hakimiyyəti demək deyildi. Bu sadəcə olaraq ibtidai dövrdəki qrup nikahları şəraitində uşağın atasının kimliyini müəyyən etməyin çətinliyindən irəli gələn bioloji bir zəruriyyət idi. Beləliklə, matriarxat real bir tarixi dövr deyil, daha çox 19-cu əsr kabinet elminin yanlış yozumlarından yaranmış bir mifə bənzəyir. Piramidalara qollar tikməyib. Əvvəllər düşünülürdü ki, bu ehramların tikintisində əsasən qul əməyindən istifadə olunub. Lakin son tədqiqatlar göstərir ki, işin böyük hissəsini azad fəhlələr görüb. Onlar hətta öz rəhbərlərini, dəstə başçılarını seçmə hüququna malik idilər. Misir fironları fəhlələrə sanki kollektiv müqavilə bağlayır, tikintidə iştirak edənləri bir sıra vergilərdən və hərbi xidmətlərdən azad edirdilər. 2012-ci ildə Misir arxeoloqları ehramların tikintisi zamanı həyatını itirmiş fəhlələrin qəbirlərini aşkar etmişlər. Bu qəbirlər tikinti sahəsinə yaxın və ehramlara baxan istiqamətdə qazılıb, məzarlardan müxtəlif gündəlik əşyalar tapılıb. Arxeoloqlar vurğulayırlar ki, qullar heç vaxt ehramların yaxınlığında və öz şəxsi əşyaları ilə dəfn olunmazdılar, çünki qulların heç bir şəxsi malı olmurdu. Sfinksin burnunu Napoleon qoparmayıb. Heykəlin burnu təxminən 1.5 metr enində qoparılıb. Bu böyük tarixi zərərin kim tərəfindən törədildiyi uzun müddət müzakirə mövzusu olub. Elmi tarixi mənbələrdə müxtəlif fərziyələr irəli sürülür, ən çox isə sonralar Fransanın imperatoru və o dövrdə sərkərdə olan Napoleon Bonaparte ittiham edilir. Bildirilir ki, 1798-ci ilin iyulunda məmlüklərlə və yeniçələrlə müharibə zamanı Napoleonun düşərgəsindən atılmış top mərmisi Sfinksin burnuna dəymişdir. Lakin əsl faktlar göstərir ki, Napoleon anadan olanda Sfinks artıq təxminən 400 il idi ki, burnunu itirmişdi. 14-cü əsrin Misir tarixçisi Əl-Markisiyə görə bu hadisə 1378-ci ildə Məhəmməd Saim Əldah adlı sufi fanat tərəfindən törədilmişdir. Makirizi yazır ki, fəllahların Sfinksə itaətsizliyi Məhəmmədi qəzəbləndirmiş və o heykəlin burnunu sındırmışdır. Hadisəyə görə qəzəblənmiş kütlə isə Məhəmmədi öləndək döymüşdür. Troya müharibəsi olmayıb. Qədim Yunan tarixində bu böyük savaşın eramızdan əvvəl 13-cü əsrdə baş verdiyi göstərilir. Lakin çox güman ki, Troya müharibəsi əslində baş verməyib. Türkiyənin şimal-qərbində 19-cu əsrdən etibarən aparılan arxeoloji qazıntılar bu hadisəni təsdiqləyəcək heç bir sübut ortaya çıxarmayıb. Uzun illər qazıntılara rəhbərlik etmiş Alman arxeoloq Manfred Korfman hesab edir ki, Troya adlandırılan şəhər o dövrdə adi sayılan kiçik münaqişələr nəticəsində dəfələrlə əl dəyişdirilib və nəhayət dağıdılıb. Professor Lev Klein araşdırmaları isə onu belə nəticəyə gətirib. Şəhərin ölçüləri Homerin təsvir etdiyi böyük ordunu yerləşdirməyə imkan vermir. Eyni zamanda 10 il davam edəcək mühasirə üçün kifayət qədər ərzaq saxlamağa yer yoxdur. Qazıntılarda Yunanlıların hücumunu sübut edən heç bir əlamət tapılmayıb. Şəhərdə bir ədəd belə Yunan nizəsi ya oxu qalmayıb. Bu səbəbdən Troya müharibəsinin reallığını təsdiqləmək mümkün deyil. Klein İlyadanın özünü də diqqətlə təhlil edib və əsərdə bir çox səhnənin müxtəlif variantlarla təkrarlandığını görüb. Onun fikrincə eramızdan əvvəl 19-cu əsrdə Axeylər həqiqətən də Troyanı fəth etmək istəmiş, amma buna nail ola bilməmişdilər. Zaman keçdikcə bu gerçəkləşməyən arzular qəhrəmanlıq dastanlarında canlanıb və nəticədə İlyada meydana gəlib. Herostrat Artemida məbədini tarixə düşsündə yandırmayıb. Eramızdan əvvəl 356-cı ilin iyulun 21-də Efesdə yaşayan Herostrat adlı bir sakinin etdikləri tarixdə unudulmaz bir ləkə buraxdı. O, Zevsin qızı Artemidanın möhtəşəm məbədini od vurdu. İşgəncələr altında Herostrat etiraf etdi ki, məqsədi sadəcə məbədi yandırmaq deyil, həm də adını tarixə həkk etməkdir. Ona 2 cəza verildi. Biri ölüm, digəri isə əbədi unudulmaq. Amma sual yaranır. Həqiqətən də Herostrat yalnız şöhrət üçünmü bu dəhşətli əməli törətmişdi? Əgər şöhrət namini yandırıbsa, bunu özü də bildirə bilərdi. İşgəncələrə ehtiyac olmazdı. O, bu hadisəni özünün etdiyini rahatlıqla bildirərdi. Herostratın bu qədər bəsit düşüncə ilə hərəkət etmədiyini əsas gətirərək, onun dini görüşlərinin fərqli olduğunu, çox Allahlılığa inanmadığını, bu məqsədlə məbədə od vurduğu düşünülür. Digər tədqiqatçılar isə bu məsələyə tamam ayrı kontekstdən baxır.
O dövrdə Yunan şəhərləri bir-birindən ayrılan hərbi siyasi ittifaqlardan ibarət idi və daxili çəkişmələr, hökmranlıq uğrunda mübarizələr sürətlə artırdı. Bu çəkişmələr fonunda farslar şəhərləri işğal etməyə başlamışdı. Bəziləri düşünürdü ki, Herostrat məbədi sadəcə qorxu yaratmaq və xalqı ayağa qaldırmaq üçün yandırıb. Çünki qeyri-adi və cəsarətli hərəkət yalnız qorxu içində yaşayan insanları hərəkətə gətirə, üsyana, təkan yarada, oyada bilərdi. Roma imperatorları qladiatorlara əla tutmurdular. Roma dövründə qladiatorun ölümünü istəyən tamaşaçılar və ölüm hökmünü verən imperatorlar barmaqlarını bizim gördüyümüz kimi aşağı yox, qınından çıxmış qılınc kimi yuxarı qaldırırdılar. Bəzən imperator barmağını yana əyib boğazına diriyir, beləliklə qalibə zərbənin hardan vurulacağını işarə edirdi. Əgər məğlub qladiatora həyat verilirdisə, barmaq qılınc qınında bənzər şəkildə ovucun içində gizlədilirdi. Latın dilində belə bir ifadə də var. Pollice compresso favore decapitator. Mərhəmət gizlədilmiş baş barmaqla göstərilir. Bu yanlış təsəvvürü isə 1873-cü ildə fransız rəssamı Jean-Léon Gérôme'un Pollice Verso əsərindən qaynaqlanır. Rəssam qladiator döyüşlərinin qaydalarını araşdırarkən Pollice Verso ifadəsini səhvən aşağı qandırılmış barmaq kimi şərh etmişdi. Əslində isə bu ifadə sadəcə qandırılmış baş barmaq deməkdir. Vandallar vandallıq etməyib. İfrat vəhşilik və dağıdıcılıq kimi hərəkətlərə vandalizm deyilir. Bu ad qədim German tayfası vandallardan götürülüb. Maraqlısı odur ki, tarixi mənbələr göstərir ki, vandallar əslində digər xalqlardan daha qəddar və dağıdıcı olmayıb. Sadəcə onların bəxti gətirməyib, çünki düşmənləri Romalılar idi. 455-ci ilin iyununda vandallar Romanı tutdular. Xronikalar göstərir ki, əbədi şəhərdə ciddi dağıntılar baş verməyib. Əsas diqqət soyğunçuluğa yönəlib. O dövrdə belə hadisələr, yəni məğlub tərəfin talanması adi hal idi. Lakin Romalılar məğlubiyyətlərin artışına fərqli çıxıblar. Vandalları hər yerdə vəhşi və mədəniyyətsiz xalq kimi qələmə verərək onları tarixdə biabır etməyi bacarıblar. Vandalizm termini isə Böyük Fransa inqilabı zamanı yaranıb. İlk dəfə 1794-cü ildə Abbad Henri Gregoire ordunun qəsrləri və mədəniyyət abidələrini dağıtmasını vandalizm adlandırıb. Vikinglərin buynuzlu dəbilqələri olmayıb. Vikinglər və Norman döyüşçüləri başlarında buynuz daşımayıblar. Tarixçilər qədim rəsmlərində bir nəfər belə buynuzlu dəbilqə geyinmiş Viking və ya Norman görməyiblər. Əslində onların dəbilqəsi olduqca sadə olub. Başa qoyulan gərdə hissə və burnu örtən nazik metal təbəqə. Buynuzu isə 19-cu əsrin ortalarında Alman tələbələr tərəfindən əlavə edilib. Vətənpərvər ruhlu gənclər romantik kostyumlarda gəzir, başlarına keçirdikləri əşyaların döyüşkən əcdadlarının tarixi geyimi olduğunu iddia edirdilər. Bu təsvir isə həm ətrafdakılar, həm də tarixi mövzularda əsərlər yaradan sənətkarlar arasında böyük maraq doğurmuşdu. Sədaqət kəmərinin təyinatı fərqli olub. Əfsanəyə görə 11-13-cü əsrlərdə səlib yürüşünə çıxan cəngavər sevimli qadınının belinə sədaqət kəməri bağlayır, açarı boynundan asır və arvadının ona xəyanət etməyəcəyinə tam əmin olduqdan sonra səfərə yollanırdı. Bu iddialar 19-cu əsrdə intim detallara maraq duyan oxucular üçün yazıçılar tərəfindən uydurulmuş, sonradan isə tarixçilər səhvən bunu fakt kimi təqdim etmişlər. Sədaqət kəməri və ya Venesiya qəfəsi qadının kişi ilə intim əlaqəyə girməsinə mane olmaq üçün nəzərdə tutulmuş mexaniki qurğudur. Tarixi mənbələrdə bu kəmərlə bağlı ilk qeyd 1405-ci ildə Konrad von Eyxsteynin Bellifortis əsərində rast gəlinir. Eyxstedt yazır: "Bu Florensiyada qadınların özlərini qoruduqları ağır bir kəmərdir." Və bildirir ki, bu kəmərlər Roma, Milan və Bergamoda istehsal olunub. Ola bilsin ki, İtalyan qadınları bu kəmərləri səfərə çıxarkən təcavüz olunmaqdan qorunmaq üçün geyinirdilər.